Binəqədi rayonunda yerləşən İdrak liseyində hadisə baş verib, insident baş verib. 10-cu sinif şagirdi öz müəlliməsini odlu silahdan atəş açaraq ona xəsarət getirib və həmin müəllimin də 29 yaşı olub, riyaziyyat müəllimi olub və elə kliniki tibbi mərkəzə müraciət daxil olub bununla bağlı və elə kliniki tibbi mərkəzdə hazırda həmin şəxsə ilkin tibbi yardım göstərilir. Boyun nahiyəsindən güllənin dəydiyi bildirilir və boyun nahiyəsindən xəsarət alan müəllimin hazırda vəziyyəti orta ağırdır. Yəni vəziyyəti indiki məqamda ağır olaraq qiymətləndirilir və dediyimiz kimi hadisə özəl İdrak liseyində qeydə alınıb. 10-cu sinif şagirdi məktəbə tüfənglə gəlib, məktəb çantasına ov tüfəngi yerləşdirib və bu formada məktəbə daxil olub və dediyimiz kimi hadisənin İdrak liseyindən də ilkin açıqlama verilib və qeyd olunur ki, hadisə tənəffüs saatlarında baş verib və yəni məktəbdə liseydə 29 yaşlı riyaziyyat müəlliminə boyun nahiyəsinə odlu silahdan atəş açılıb və məsələ ilə bağlı əraziyə polislər də cəlb olunub.